Sual 35. 4,2 metr kub hidrogenin tam yanması üçün neçə kubmetr hava lazımdır? Havada oksijenin həcm payı 21%'dir. Dəyərlər gəlin belə nə qədər oksijen lazım olduğunu birinci hesablayaq. Gəlin hidrogeni yandıraq. H2 üzərinə gəlin O2 alınır buradan H2O. Və bunu abra salaq, yəni əmsallaşdıraq bura 2, bura 2 atdığımı bitdi məsələ. Və mən nə görürüm? Görürüm ki, hər dəfə 2 metr kub hidrogen yanında 1 metr kub oksijen lazımdır mənə. Mən buna əmsallar əsasən dedim. İndi mənə əgər 4,2 deyirsə hidrogeni, nə qədər olacaq? X qədər oksijen lazım olacaq. X də buradan bərabər olacaq 2,1 metr kub oksijen. Amma bu cavabımız deyil hələ ki. Bu havanın sadəcə 21%'dir. Yəni bu tapdığımız 2,1 ədədi havanın 21%'dir. Mənə amma havanın 100% lazım. O nə qədərdir? X-dir. X də buradan bərabər olacaq 10 metr kub, yəni C variantı. Sual 36. Hansı maddələrdən laboratoriyada oksijen almaq üçün istifadə oluna bilir? Dəyərli dostlar, deməli, laboratoriyada biz hansı maddələrdən, bu gördüyünüz B variantındakı maddələrdən oksijen almaq üçün istifadə edəcəyik. Niyə? Çünki kalium, mangan O4. Bax, bunun parçalanmasına alınacaq. Kalium 2, mangan O4, üstəyərim mangan O2, üstəyərim O2. İkinci maddəmizdən kalium NO üçün parçalanmasına alınacaq kalium NO2, üstəyərim O2. Üçüncü maddəmiz kalium xlor O üçün parçalanmasına da alınacaq kalium xlor, üstəyərim O2. Yəni qısası oksijen aldıq üçündən də. Sual 37. Hansı maddələr laboratoriyada oksijen almaq üçün istifadə edilir? Laboratoriyada baxın, alüminium oksiddən istifadə oluna bilməz. Ona görə A variantı getdi. Sonra deməli gəlirik passiv metalların nitratlarından da oksijen almaq üçün istifadə eləmək olmaz. Çünki orada əlavə NO2 qazla əmələ gəlir. O da zəhərli qazdır. Bundan da istifadə eləmək olmaz. Sonra həmçinin baxın görüyoruz, burada da var, burada da var deyə bu variantlarımız da getdi. Gəlirik sonuncu variantımızda baxın burada passiv metal var deyə bu da getdi. Düzgün cavabımız olacaq D variantı. Səbəb, değerli dostlar, birinci reaksiyamızdan kalium xlor O3, yəni Bertolli cüzünün parçalanmasından kalium xlor üstəyərim O2 alınır, yəni oksijen alabildik. İkinci reaksiyamız H2O2 parçalananda da alınır H2O üstəyərim O2 deyə buradan da oksijen alabildik. Üçüncü reaksiyamızdan, yəni kalium NO3 parçalananda alınır kalium NO2 üstəyərim O2, qısası üçündən də oksijen alabildik. Sual 38. Oksijen üçün hansı ifadə doğru deyil? Birinci bu deyilin altına xətt çəkirəm ki, baxın deyil deyir bizə. Kalium və kükürt ilə reaksiya daxil olur. Bəli, reaksiya daxil olurdu. Sonra qeyri-metaldır, doğru fikirdir. Metallara qaynaq etmək üçün istifadə oluna bilərmi? Bəli. Bütün bəsit maddələrin reaksiya daxil olur. Baxın, bu fikir yanlış fikirdir. Niyə? Çünki oksijen qiymətli passiv metallarla, yəni argent, platin və aurumla reaksiya daxil olmur. Həmçinin halogenlərlə reaksiya daxil olmur. Havadan ağır qazdırma, bəli, bu fikirdə doğrudur. Çünki havanın emeri təqribən 29, oksijen emeri isə 32'dir. Sual 39. Oksijen üçün hansı ifadə doğru deyil? Baxın, doğru deyildir. Yanmaya kömək eləyir, doğrudur. Kainatda ən çox yayılmış elementdir. Bax, bu fikir yanlış idi. Kainatda ən çox yayılmış element hidrogen elementidir. Sual 40. Hansı ifadə oksijenə aid deyil? Metallarla molekulyar quruluşlu birləşmə əmələ gətirir. Elə bu fikir yanlış idi. Niyə? Çünki əgər o metalların reaksiya daxil olubsa, birləşmə əmələ gətiribsə, bu iyon rabitəli birləşmə olacaq. Çünki metalla qeyri-metal birləşmiş olacaq. Oksijen qeyri-metaldır. Hə, əgər iyon rabitəlidirsə, deməli bu iyon kristal qəfəsi əmələ gətirəcək. İyon kristal qəfəsli maddələr də qeyri-molekulyar quruluşlu maddə hesab olunur. Molekulyar quruluşlu deyil. Sual 41. Hansı maddələr oksijen reaksiya daxil olur? Oksigen halogenlərin reaksiya daxil olmur deyə ikinci variantı çıxacaq. Yəni gördüyünüz bu variant getdi artıq. Sonra karbon qazı ilə də reaksiya daxil olmayacaq. Çünki karbon qazındakı karbon baş oksidindədir. Əgər element baş oksidindədirsə, o oksijenlə reaksiya daxil olmaz. Ona görə dördüncü variantımızda çıxdıq. Amonyak oksijenlə reaksiya daxil olacaqmı? Bəli, amonyak oksijenlə reaksiya daxil olur. Əgər burada katalizator varsa NO üstəgələm su alınır. Yox, katalizator yoxdursa N2 üstəgələm su alınır. SO2 də suyun reaksiya daxil olacaq, daha sonra oksijenin reaksiya daxil olacaq. Çünki kükürt burada baş oksidində deyil. Əgər baş oksidində deyilsə element, o zaman onun oksidi oksijenin reaksiya daxil ola bilər. Yəni oksijenin reaksiya daxil olan sonra bu SO3'ə çevrilə bilər. Ona görə düzgün cavabımız 1 və 3, yəni E variantı olacaq. Sual 42. Hansı ifadələr doğru deyil? Bütün qeyri-metallar oksijenlə birbaşa qarşılıq təsvir olur. Bu doğru deyildi. Çünki halogenlər oksijenlə reaksiya daxil olmurdular. İkincisi, bütün metallar oksijendə yanır. Bu ifadə də yanlışdır. Niyə? Çünki argent, platin və aurum oksijenlə reaksiya daxil olmur. Üçüncü, egzotermik reaksiyalar istiliyin ayrılmasına gedirdi. Baxın, bu fikir doğru fikir idi. Ona görə bunu götürə bilmərik. Mən yalan axtarıram. Bircə deyir, doğru deyil. Ona görə düzgün cavabımız 1-2, yəni B variantı olacaq.
Sual 43. Ozon və oksigen üçün hansı ifadələr doğrudur? Oksigen altrofik şəkildə dəyişmələrdir. Bəli, bu fikir doğrudur. O3 yer səthinə 25-30 km yüksəklikdə yerləşər. Yerdəki canlıları ultraviyolent şüaların təsirindən qoruyur. Bu da tamamilə doğru fikirdir. Eyni kimyəvi aktivliyə malikdir. Bu yalan, düzdür ağından. Niyə? Dəyərli dostlar, ozon oksigendən qat-qat aktivdir. Hətta oksigenin daxil ola bilmədiyi gümüşlə reaksiya daxil ola bilir. Və yaxud da kalium yodiddən yodu çıxara bilir. Ona görə də bu yalan ifadədir. Düzgün cavabımız 1, 2, yəni olacaq C variantı. Sual 44. 11,2 litr karbon dioksid 46,8 qram natrium peroksidlə reaksiyasından neçə litr oksigen alınır? Dəyərlər. Gəlin belə eləyək. Bu reaksiyanı yazaq. Reaksiyamız necə olacaq? Birinci natrium peroksid. Natrium 2O2. Bu maddədir. Üstünə gəlirəm. Karbon dioksid. Karbon dioksid dediyimizdə bu maddədir. CO2. Və bunların reaksiyasından alınacaq natrium 2, CO3 üzərinə gəlirəm O2. Baxın, buna nə lazımdır? Bunu əmsallaşdırmaq lazımdır. Ona görə bunun qabağına 2-də 1 atdım mı, məsələ bitdi. Və mən reaksiyadan nə görürəm? Görürəm ki, deməli, 11,2 litr karbon dioksid verib bizə, 46,8 litr natrium peroksid verib. Mən görürəm ki, 22,4 litr karbon qazı əgər götürsəydim, mənə 1 mol, yəni 78 qram natrium 2O2, yəni natrium peroksid lazım olardı. Amma əgər mən 11,2 litr götürmüşəmsə karbon qazından, onda 78-in yarısı, yəni 39 qram mənə natrium peroksid lazım olacaq. Amma mənə natrium peroksidi artıq veribdir. Ona görə də mən bununla hesablamalarda istifadə eləməyəcəm, bundan istifadə edəcəm. Qısası, bizə deyir ki, neçə litr oksigen alınır? 23,4 litrdən gördüyünüz kimi yarım mol, yəni 11,2 litr oksigen alınır. 11,2 litrdən nə qədər oksigen alınır? X qədər oksigen alınır. X də buradan bərabər olacaq. 11,2-nin yarısı, yəni 5,6 litr. Düzgün cavabımız A variantı olacaq. Sual 45. Kalium yod üstünə yarım, ozon üstünə yarım su reaksiyasında hansı maddələr alınır? Dəyərli dostlar, bu Y variantı idi. Oksigen, yod və kalium OH alınacaqdır. Sual 46. Hansı reaksiyadan alınan qaz oksigen reaksiyası daxil olmur? Deməli, B variantındakı reaksiyamıza diqqət edək. Düzgün cavabımız B variantı. Niyə? B variantındakı reaksiyadan alınacaq kalium xlor, üstünə gəlirəm xrom, xlor 3, üstünə gəlirəm xlor, üstünə gəlirəm su. Buradan alınan qaz gördüyünüz bu mübarək xlor qazdır. Xlor halogendir və oksigen də halogenlərin reaksiya daxil olmur. Oksigen üstünə gəlirəm xlor, bu reaksiyadan nə alınacaq? Heç bir şey alınmayacaq. Sual 47. Bertolli duzunun ağzı açıq qabda mangan-4 oksidin iştirakı ilə tam parçalana qədər qızdırırlar. Qabdakı bərk maddənin kütləsinin zamanlı asılığı hansı qrafikə doğrudur? Deməli, Bertolli duzu dediyimiz kalium xlor O3'dür. Bunu mangan-4 oksid katalizatorunun iştirakı ilə qızdıranda buradan alınacaq kalium xlor üstə yarım O2. Deməli, biz nə görürük? Biz görürük ki, bərk maddə əvvəl daha böyük bir bərk maddə idi. Yəni, içində kalium var, xlor var, 3 dənə də oksigen var. Baxın, bu bizim bərk maddəmiz. Sonra alındı kalium xlor. Yəni, bunun qabağına 2-də 1 ataq. Buradakı bərk maddəyə fikir verin. Buradakı bərk maddənin kütləsi daha azdır. Baxın, mən oksijeni götürmədim. Çünki oksijen qazdır. Bunun kütləsi mənə lazım deyil. Mən sadəcə bu iki maddənin müəyyəni baxıram bunların kütləsinə. Əvvəlcə daha böyük bir kütlə idi. Baxın, kalium var, xlor var, 3 dənə də oksigen var. Sonra nisbətən balaca kütlə alındı. Niyə? Çünki tərkibində sadəcə kalium və xlor var. Daha oksigen yoxdur. Deməli, daha balaca kütlə deməkdir bu. Qısası, maddənin kütləsi, baxın, A variantındakı kimi əvvəl çox idi, sonra aza düşdü. Amma sıfıra düşməyib ha, dəyərlər. Buna diqqət edin, sıfıra düşməyib. Çünki bəlli bir bərk maddə qalmışdı qabın içində. Sual 48. Oksigen üçün hansı ifadələr doğrudur? Müsbət oksijen dərəcəsi göstərmir, bu yanlış idi. O-flor 2-də neçə göstərirdi? Müsbət 2 oksijen dərəcəsi göstərirdi O-flor 2 maddəsində. Həmçində O2 flor 2-də müsbət 1 oksijen dərəcəsi göstərir. İkincisi, suyu sıxışdırıb çıxarmaqla sınaq şüşəsinə yığmaq olar. Bəli, çünki suda həll olmayan qazı, suda həll olmayan qazları bu metodla deməli toplamaq olar. Üçüncü, havanı sıxışdırıb çıxarmaqla toplamaq üçün sınaq şüşəsi ağzı yuxarı tutulmalıdır. Yəni belə tutulmalıdır. Bu da doğrudur. Əgər qaz havadan ağırdısa, biz bunu əgər atmosferə buraxsaq, bu zaman bu havadan ağır deyə dibə çökməyə başlayacaq. Yəni ağzı aşağı qaba toplamaq olar onu. Daha sonra ağzı yuxarı qaba toplamaq olar onu. Düzgün cavabımız 2-3, yəni Y variantı.